Salam əziz şagirdlər, izləyicilər. Siz Arzu müəlliminin Azərbaycan dili və ədəbiyyat kanalındasınız. Bu videoda Dövlət İmtahan Mərkəzinin 3-cü qrup üçün Azərbaycan dili 20 sınaq vəsaitinin 1-ci sınavın suallarını birlikdə izah edəcəyik. İndi isə keçək sualların izahına. Birinci fonetikadan, fonetikanın sualları olmuş olacaq. Yəni mövzu hər birini çalışacağım ki, çəkib izah edim və burada blok suallarına uyğun olaraq 27 qrammatika, 3 mətn sualı yığılacaq. Qrammatika suallarının başlayaq izahına. Birinci sualda Eyler-Venn diaqramına aid uyğun fikirləri istəyir bizdən. Eyler-Venn diaqramı necə idi? Fərqlilər sol və sağ, ortaq isə ortada yazılmalı idi. Diaqnoz sözü tələffüzünü gəlin yazaq. Fəxriyyədə isə tələffüzdə y-nın biri düşəcək. Burada y səsini əlavə edəcəyik. Bir də verib ikinci heca ancaq saitdən ibarətdir. Diaqnoz. Deməli, yanlışdır. Q var burada. İkincidə verib səslərin sayı hərflərin sayından çoxdur. Bəli, y səsini əlavə eləmişik. Ona görə 2-ni götürəcəyik. 3-də tərkibində x samitinin cinciltili qarşılığı. Doğrudur. Y burada da var, burada da var. 3-ü götürəcəyik. Sadəcə bununla bağlı bir şey deyim. Burada sən olar ki, x samitinin cinciltili qarşılığı yox, çar qarşılığı verir. Burada diqqətli olacaqsan. Çünki x özü çardır. Əgər bu qaydada verərsə, yanlışdır. Səsin sayı hərfin sayına bərabərdir. Səhvdir, çünki y səsinin biri düşübdür. 5-də isə verib ahəng qanununa tabidir. Bu doğrudur. Doğru cavabımız B variantı. 2-də sətirdən sətrə keçməyən sözlər. Sətirdən sətrə əgər məsələn bir saat təklikdə qalarsa, onu biz sətirdən sətrə keçirə bilmərik. Baxın, əziz. Bunu mən heca olaraq belə böləcəyik hecalara. Amma bunu sətirdən sətrə keçirə bilmərik. Maraq olduğu üçün, yəni bizə lazım ki, bütün sözlərə aid olsun. Marağı keçirə bildiyimiz üçün A olmayacaq. Tələ, hilə, iynə hər üçü olur. Rəssam keçirə bilirik. Ulduz keçirə bilirik. Ancaq baxın, kənd, elm yenə tək hecalıdır. Sətirdən sətrə keçməz. Burada baxın, uzaq, əmi, işıq olacaq Y variantı. 3-cü sualda Ç hərfinin tələffüzü ilə bağlı uyğunluğu istəyir. A-da verib, deməli, bitkin, tələffüzdə bitkin olacaq. 3-ə yazacağıq A. C-də verib bakteriya, K səsi olmuş olacaq. Bunu yazırıq 4-ə. Çiçəkdə Ç, x səsi olmuş olacaq, çiçək. Yəni, bu nə səsini verir? Ya y-hı, ya da Ç, h səsini. Ona görə C-ni buraya yazacağıq. İştirak. Ç, baxın, olduğu kimi qalır. Bunu hara yazacağıq? B-ni. Buraya yazacağıq. Sonra tamahkar qalıb arada. Tamahkar sözündə uşaqlar, baxın, karla keş şəkilçisi tələffüzdə bu ç'lar heç bir dəyişikliyə uğramır. Olduğu kimi qalır. Ona görə y-ni 1-ə yazacağıq. Ötkəm, ötkəm ç'sı-cıya keçəcək. Çünki 2 kar yanaşı olanda digəri öz qarşılığına keçir. Tank isə K səsinə keçmiş olacaq. Deməli, 1-ə B-yi, F-i yazaq qoy bura. 1-ə B-yi, 2-yə C, 3-ə A ilə D-ni dedik. 4-ə də C ilə F-i. Cədvələ uyğun sözləri müəyyən edin. Yazılış doğru, yazılış yanlış. Yəni, doğru yazılanı və yanlış yazılanı. Xülasə doğru, klassik yanlış. Çünki ikisi ilə yazılmalı idi. Mexanika doğru, sırağa gün yanlış. I olmalı değildi. Kibernetika yazılış yanlışdır. Kibernetika olmalı idi. Bunu götürəcəyik. Komanda doğrudur. Marşrut doğrudur. Tüstü yox, tüstü olmalı idi. Bu uşaqlar tələffüzdə d-ya keçmiş olacaq. Yəni, qarışdırmayın. Doğru cavabımız 1, 3, 4 və 8 B variantı. Keçid edək digər səviyyəyə. 5. Saatlərin növlərini əsasən məntiqi uyğunluğu müəyyən edin. Baxaq. 1-də verib
A, I, O deməli qalın saitlərdən söhbət gedir. B-ni yazacağıq bura. Digər növbəti də qapalı saitlər. C-ni yazacağıq bura. Növbəti də açıqlar. D-ni yazacağıq bura. A-na görə olmur ki, çünki Ö-nü onsuz da verib özü. B, C, D. Hansındadır? C variantında. Hansı sözlərdə Y samitindən düzgün istifadə edilmişdir? Mənəviyyat, məhdudiyyət, tərbiyə bir Y ilə olmalı idi. Ədliyyə, anarxiya, ciddiyyət. Baxın, hər biri doğrudur. Xasiyyət qoşa Y olmalı idi. Cərrahiyyə qoşa Y olmalı idi. Heysiyyət, təhciyə, irsiyyət. Burada təhciyə bir Y ilə olmalı idi. Ona görə yox, eyni silirik. Olmayacaq. Sonra 7-də. Hansı sözlərdə ahəng qanunu pozulmuşdur? Pozulması üçün bizə lazımdır nə olsun? Həm qalın, həm də incə olsun. İncə qalın, qalın incə, incə qalın. Yəni doğru cavabımız alınmış olacaq. Digər variantlarda uşaqlar, bax hamısı qalın gedir, hamısı incə, hamısı qalın, hamısı incə. 8-ci suala baxaq. Vətənpərvərlik sözünün fonetik təhlili ilə bağlı yanlış istəyir. Əvvəlcə gəlin vətənpərvərliyin tələffüzünü yazaq kənarda. Aha. Vətənpərvərlik necə olur fərq? 5 hecadan ibarətdir. Bu nədir? 3, 4, 5 doğrudur, olmayacaq. Görək neçə fərq olur tələffüzdə. Baxın, L-sı nəyə keçib? R-ya keçib. Ç-sı da X-dirxə keçibdir. 2 fərqli məqam. Burada deyir 1 fərqli məqam. Ona görə 2-ni götürəcəksiniz. 3-də deyir 6 cinciltili 3 kar. Baxın, V-da cinciltili T kar. N cinciltili P kar. R cinciltili, V-da cinciltili yenə. Bu 2. Bunlar da cinciltili X-dirx kar. 6 cinciltili 3 kar doğrudur. 3 cinciltili samitin kar qarşılığı yoxdur. Baxaq. N, R, yenə 2-dən də R burada olmuş olur 4 dənə. Yanlışdır. Ahəng qanunu tabi deyildir. Tabi daxil saitlərinin hamısı nədir? İncədir. 5-i də götürəcəyik. O sıradan da 6 düz olmuş olur. 2, 4, 5. Doğru cavabımız C variantı. Sonra 9-da. Hansı bəndəki bütün sözlər hecalara düzgün ayrılmamışdır? Melodram, İstanbul, gənclik. Baxın, burada doğrudur. Bizə lazımdır bütün sözlər olsun. Məktəbli, Azərbaycan, teleqraf. Hər bu 2 söz doğrudur. Bu yanlışdır. Olmayacaq. Qalxan, xan bu tərəfdə olmalı idi. Zəhmət, mısı bu tərəfdə olmalı idi. Kiloqram, qram bu tərəfdə. Bir şey yadınızda saxlayın. Dramdır, qram, qraf sözləridir. Bunlar hecalara bölünəndə parçalanmır. Bütövlükdə götürülür. Sonra deməli, burada oldu cavabımız C. D-də verib orfoqrafiya doğrudur. Müəyyən doğrudur. İbrət doğru. Uzun, uzun. Yanlışdır. Əlamət doğrudur. Lüğət doğrudur. 10-cu suala baxaq. Yazılışı və tələffüzü fərqli olmayan sözləri istəyir. Heç bir fərq olmasın. Təxribat, piyalə, qasırğa. Yəni doğru cavab A olacaq. Plakat, investor, konferans hakimi olacaq. Ona görə B olmur. Müsibət, övlad, D-sı T-ya, şagirdin D-sı T-ya keçir. Yenə burada da şabaltda da eyni vəziyyətdir. Limonlu, limonlu olur. Açıqlıq, açıqlıq olmuş olur. 11-ci sual. Hansı sözlər yalnız cinciltili samit və qalın saitdən ibarətdir? Qalından baxas olsanız, bax incədir, incə var. Burada da incə var, burada da incə var. Cavab qalır nə? Y variantı. Çünki saitinin hamısı qalındır.
Hansı sözdə kar qarşılığı olmayan samitlərin sayı daha çoxdur? Bax, alatorandan, alatorandan. Neçədən olmuş olur? 1, 2, 3, 4, 5 dənə buradadır. Səbirsizliklə 2 dənə buradadır. Qaranlıq, qaranlıqdan 2 dənə yenə buradadır. Səbirsizlikdə r da var uşaqlar, 3 olmuş olacaq burada. Bərabəryanlı, r, 2 dənə, 4 dənə burada olacaq. Əhəmiyyətli l-sı d-ya keçəcək. Bir dənə m qalmış olacaq. Ən çox elə A variantındadır. Sonra 13-cü suala baxaq. Uyğunluğu müəyyən edin. Yazıldığı kimi tələffüz olunsun. Tələffüz fərqi sait ilə bağlı olsun və samitlə. Monolitdə monolit olacaq. Deməli, sait dəyişir. Həmişə olduğu kimi tələffüz olur. Bura yazacağıq. Küskün, c-yə keçmiş olacaq. Bura gedəcək. Gender olduğu kimi qalır. Mənbənin n-sı m-ya keçəcək. Deməli, 1-ə B-D, 2-yə A, 3-ə də C ilə Y. 14-cü sualda hansı sözlər düzgün yazılıb? Üzürlüdə ü olmalı deyildi. Rastlaşmaq t-sı yoxdur. Sehirbaz, dostluq, həcmli. Yazılış doğrudur. Sifariş, zəhimli, xoşbəxt t-sı yoxdur. Neftçi, yenə t-sı yoxdur. Sonra 15-ci sualda o saitinin tələffüzü ilə bağlı doğru nümunələri istəyir bizdən. O kimi tələffüz olunur, A kimi tələffüz olunur. Viktorina, bu necə olmuş olacaq? Viktorina, bu gedir. İnformativ A kimi olur. İri tonlajlıda ton hissədə heç bir dəyişiklik olmayacaq. 3-ü götürürük. A kimi tələffüz olunur. Dosent, dasent olacaq. Rapsodiya, bu çıxır, olduğu kimi qalır. Vokalda da vokal olmuş olacaq. Doğru cavab D variantı. 16-cı sual. Tələffüzü yanlış verilmişdi. Söz ortasında qoşa q gələndə birinci öz qarşılığına keçib. Doğrudur. Qoşa ç-dır, qoşa p-dır, qoşa t-dır. Bunlar olanda isə nəyə burada? İkinci öz qarşılığına keçmiş olur. Baxın, ç-c, p-b, t-d. Əlbəttə, t-d-ya keçib. Doğrudur. Nəqqaşda nəqqaş olmalıdır. Yeri dəyişib verib c-dır. Burada birinci k-ın dəyişib doğrudur. Burada da bax, ç-c-ya keçmiş olur. Doğrudur. 17-ci sualda hansı sözlərə saitlə başlayan şəkilçi artırdıqda qığı əvəzləməsi baş vermir? Bu o zaman baş vermir ki, sözlərin alınma sözü olsun. Monologun, məntiqin, aşiqin. Heç bir dəyişiklik olmayacaq. Elə cavab A-dır. Amma sonu q ilə bitən sözə saitlə başlayan şəkilçi artırsan nə olacaq? Q əvəzləməsi baş verəcək. Bu istəyir saitlə başlayan şəkilçi olsun, söz olsun. Fərqi yoxdur. Hər ikisi üçün keçərlidir. Bax, bulağın, toyuğun, hüququn, məntiqin amma uşaq qaydanı pozur. Üfüqün, aşığın yenə qıya keçmiş olur. 18-ci sualda hansı sözlərdə ç, c kimi tələffüz olunur? Vəkalət olduğu kimi qalır. Mürəkkəb, təşkilat, sürtçü. Və iki kar samit yanaşı gələndə digəri öz qarşılığına keçir. Ona görə B olmuş olacaq. Müdrikdə ç-dır. Vokalda K səsidir. Müşküldə C səsi. Lirik amma K səsi olmuş olur. Sonra 19-cu suala baxaq. Hansı söz birləşməsinin asılı tərəfinin son samiti cingiltili tələffüz olunur? İlk öncə asılı tərəf hansıdır? Birinci tərəf. Son samit isə o zaman cingiltili olacaq ki, özündən sonra gələn söz və şəkilçi saitlə olsun. Deməli, bax, samitdir, samitdir, burada da samit, burada da samit. Qalır nə? Cəmcinsən. Çünki özündən sonra gələn söz saitlə başlayıb. Doğru cavab Y variantı. 20-də sözlərlə bağlı düzgün istəyir. Nəhəngin tələffüzü necə olacaq? Nəhəng. Politologda
politolog, K səsi, səssizlik, X ştrix olmuş olacaq. Bacı oğlu da bacı oğlu olacaq, ısı düşəcək. Ailədə də y əlavə olunacaq. İndi baxaq. 2 incə, açıq dodaqlanmayan sait və 1 kar, 3 cinciltili samit var. Burada 3 cinciltili deyir. Bu yanlışdır. 2 cinciltili, 2 kar, 2 cinciltili olur. C'si keçib axı ç'ya. Politolog, politolog oldu. 1 incə, qapalı i. 3 qalın a, o, bir də o. Doğru, açıq sait. Və 2 cinciltili 3 kar samit. Bax, p, kar. L cinciltili, t, kar. L cinciltili, ç, kar. Həqiqətən də 2 cinciltili 3 kar samit olmuş oldu. Aha. Sonra səssizlik, səssizlik şəklində olmuş olur. 3 incə, qapalı sait, 4 kar, 2 cinciltili samit. Bu 4 kar, 2 cinciltili yanlışdır. Bacı oğulda 4 qalın deyir. 3 qalın var axı, səs düşümü baş verib. Ailədə də 1 cinciltili deyir, amma ya artırmışıq deyə 2 cinciltili olmuş olacaq. Sonra 21-ci sualla davam edək. Şəkilçilər hansı bəndəki sözlərə baxın, ardıcıllıqla deyir. Ardıcıllıqla artırılsa, ahəng qanunu pozulmaz. Dar şəkilçisinə buradan baxası olsaq, gəlin artıraq bir-bir. Bax, görürsən ahəng qanunu pozulur. Sonra əməkdar, ahəng qanunu pozulur. Hesabdar, ahəng qanunu pozulur. Evdar, ahəng qanunu pozulur. Nə qaldı? Yaşıllıq, bayraqdar, yoldaş, ordugah. Gördünüz, şəkilçilər ardıcıl getdi və ahəng qanunu pozulmadı. 22-də tələffüz baxımından yanlış istəyir. Mühafizə, doğru. Sevincək yazılır, x ştrix olur, doğrudur. Nəqliyyat, doğrudur, y-nın biri düşür. Sak, qız, burada x ştrix olmuş olur, c yanlışdır. Məntiq, q yazılacaq, k olacaq, bu da doğrudur. Növbəti 23-cü sualına davam edək. Açıq, rəngli klasteri tamamlaya bilən istəyir. Gəlin bunu tələffüzün yazaq. Deməli, verib ki, hərf və səs tərkibi sayca eynidir. Bəli, doğrudur. Biz də doğruları seçməliyik. Amma əgər olar ki, bu klasterin suallarında sənə bu hissədə, bax bu hissədə doğrunu yox, yanlışı verər. O zaman siz də düşük variantdan səhvləri seçəcəksiniz. Bir də verib ki, 5 hecadan ibarətdir. 1, 2, 3, 4 hecadır. Demək ki, yanlışdır. Tələffüzündə 2 fərqli məqam var. Bəli, q ilə c. Fərqli tələffüz olur. 2-ni götürəcəyik. Ahəng qanununa nə verib? Tabedir. Xeyr, tabe deyil. Həm qalın var, həm incə var. Sözdə 3 qalın, 1 incə sait var, 2 incə sait var. Bu da yanlışdır. Qalır bir də 5. 2 cinciltili samitin sayı bərabərdir. Bax, ç nədir burada? Kardır, x. Kardır, r cinciltili, n cinciltili, kar yenə cinciltili bərabər olmuş olur. Doğru cavabımız 2 ilə 5. 24-cü sual. Hansı cümlələrdə ahəng qanununa tabe olmayan bir söz deyir? Bax, dalğavari burada var. Saçları gözəl görünürdü. Onlar da ahəng qanunu pozulmayıb, yəni qaydasındadır. Ona görə biri götürürük. Sonra 2-dən keçmiş xatirələri yenidən canlandı. 2-ni götürəcəyik. Bir dənə xatirə sözüdür. Saxtakarlıq etmək naqis hərəkətdir. Naqis. Bir də insana var. 2 söz də burada. Ona görə götürmürük. Bizdən deyil, bir söz olsun. Hər bir nimət üçün şükür etmək lazımdır. Bu hamısı qaydasındadır. Yerin cazibə qüvvəsi nəticəsində, bax, cazibə. Cisimlər yer tərəfindən cəzb edilir. Bir də 5-i götürəcəyik. Doğru cavab 1, 2, 5. 25-ci sualda doğrunu istəyir. Pərişanlıq və innovasiya sözü. Gəlin yazaq bunu.
İnnovasiyada isə olsa keçəcək A-ya. Birincidə 3 kar samit var. P-dır, Ş-dır, bir də X-dır. Deməli, bunu götürürük. Ahəng qanunu pozulub, doğrudur. Götürəcəyik. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. Bəli, N-X 2 fərqlidir. 3-ü də götürəcəyik. Yazışı deyilişi arasında fərq yoxdur. Yanlışdır. Saitlərin hamısı dodaqlanmayandır. Bax, dodaqlanmayan deyir. Düzdür. Çünki o-su keçib nəyə? A-ya. 6 sözdəki N samitindən biri tələffüz olunmur. Yanlışdır. Doğru cavabımız olacaq burada. 1, 2, 3 və 5. Keçid edək növbətiyə. Kar samitlə bitən sözləri müəyyən edin. Gəlmişdir də. Nədir? Cinciltili. Rüsvayçılıq X-ya keçəcək. Diqqətlə nə olacaq? Rəngsaz, sabitlik. Doğru cavabımız nə olacaq? 2 ilə 5. Sonuncu sualımızla yekunlaşaq. Sözlərə aid uyğunluğu istəyir. Sərf qamətli. A-sı uzanacaq. L-da nəyə keçəcək? D-ya. Manipulyasiyada heç nə dəyişmir. Qubarlamaq. Bax, 3 fərqli məqam olur. Gəlin bunu bu tərəfdə yazaq. Sərf qamətli. Bir də üçüncünü yazaq. 2-dən onsuz da dəyişmə yoxdur. A-ya baxaq. Yazışı tələffüzü arasında 3 fərqli məqam var. Bax. 3-ə gedəcək bu. 3-ə yazırıq A. B-də deyir, incə saitlərin sayı qalın saitin sayından çoxdur. 3-də onsuz da incə sait yoxdur. Qalır bu ikisi. Burada da bax, I. İncə sait manipulyasiyadan daha çoxdur. Deməli, B-ni yazırıq 1-ə. C-də bir incə sait işlənib. Bunu heç birinə yazmırıq. Yazılışı və tələffüzü arasında heç bir fərq yoxdur. Manipulyasiya olacaq. D cinciltilidir. Qarşılığı T-dır. Bunu da 1-ə yazmış olacaq. 1-ə B-yi, 2-yə D, 3-ə də A olmuş olacaq. Belə uşaqlar. Ümid edirəm testlərin izahı sizin üçün faydalı oldu. Videonu bəyəndinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Yeni test izahlarında görüşənədək.